Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndələri və digər nüfuzlu qonaqlar ənənəvi işgüzar səhər yeməyində bir araya gəliblər. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Professor Doktor Birol Akgün, Şimali Kipr Türk Respublikasının İqtisadiyyat və Enerji naziri Olgun Amcaoğlu, Qarabağ Dirçəliş Fondunun nümayəndələri və diplomatik nümayəndəliklər iştirak ediblər. Açılış nitqi ilə çıxış edən ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib ki, dövlət rəsmilərinin bu kimi tədbirlərdə iştirakı sahibkarlıq mühitinə müsbət təsir edir. Bundan başqa bizim əsas missiyamız ATİB olaraq Azərbaycan-Türkiyə arasında ticari əlaqələrin genişləndirilməsi, dövlət başçılarımızın qarşımıza qoyduğu 15 milyardlıq ticarət dövriyyəsinin artırılması, bilirsiniz ki, bugünə qədər 6 milyard yarım artıq ticarət dövriyyəsi olmuşdur. Düşünürəm ki, bu rəqəmi biz 15 milyarda qədər bu il olmasa da gələcək illərdə çatdıracağıq. Çox mühüm məqamlardan biri həm də Azərbaycanla Kipr arasındakı münasibətlərin inkişaf etdirilməsidir. Çıxış edən qonaqlar ATİB-in bir millət, iki dövlət prinsipi ilə apardığı fəaliyyəti yüksək qiymətləndirib. Olgun Amcaoğlu müsahibəsində bildirib ki, səmimi və isti bir atmosferdə keçən tədbir qarşılıqlı əlaqələr, ticarət və əməkdaşlıq imkanlarının artırılması üçün bu görüşlər mühüm əhəmiyyət daşıyır. Sonda ATİB-ə yeni üzv olan iş adamlarına plaketlər təqdim olunub.